İntegral sualları əslində düşündüyümüz qədər çətin suallar deyil. Bu sualı həll etmək üçün bir neçə qaydanı bilmək kifayətdir. Bizə verilib belə bir qrafik və bu xətti funksiyanın qrafikidir. Biz bilirik ki, xətti funksiyanı y bərabərdir kx plus b şəklində yazırıq. Biz buradan k-nı və b-ni təyin etməliyik. Bunun üçün koordinatlardan istifadə etməliyik. Görürük ki, burada x 1 alanda y 0 olur. Burada isə y 1 alanda x 0 olur. Və gətirib bunları yerinə qoyarıq. Yazarıq ki, 0 vurulsun k üstəgəlsin b bərabərdir 1. Burada b-nin qiymətini taparıq ki, 1 imiş. Digər tərəfdən də k vurulsun 1 üstəgəlsin 1, b-nin qiyməti bərabərdir 0. K bərabərdir -1. Həm k-nın, həm də b-nin işarələrini tapdıq. İndi isə funksiyamızı yazıq. Y bərabərdir -x üstəgəlsin 1 şəklində. Və biz bunu f(x)-a çevirəndə -x üstəgəlsin 1 şəklində olur. Və biz buradan böyük f(x)-ı tapmaq istəyiriksə, bu zaman artıq biz integrala keçirik. Biz bilirik ki, -x-in integralı nədir? -2-1 x kvadratı. 1-in integralı isə x-dir və üstəgəlsin c şəklində yazırıq və bu funksiyanın ümumi şəklini göstəririk. Doğru cavabımız olur Y variantı. Bəs siz cavabı necə tapmışdınız? Bu tip sualların davamı üçün kanalımızı izləməyi unutmayın.